Hər birinizi salamlayıram, bizi izləyənlər. Bugünkü qonağımız insan resursları üzrə mütəxəssis, departament müdiri, müxtəlif sahələrdə HR üzrə təlim keçmiş Asim bəydir. Asim bəy, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. İnşallah ki, bu günləri HR nə istəyir? Necə mütəxəssis, HR mütəxəssis ola bilərik? Bunları müzakirə edəcəyik. İnşallah suallarınızın cavablarını eşitməyə çox belə həvəsli şəkildə gözləyirəm Allah köməklə. Görək xanım siz ilk atəş sizdən gəlsin. Çünki mən HR-lardan bayağı bir yığmışam. Bir suallarım olacaq sizə. HR nə istəyir? HR bu iş sizdən nə axtarır? Nə gözləyir? Nə tələb edir? Okay, xoş gördük birinci. Hamını salamlayıram. Təklifiniz üçün çox sağ olun. Mənə də xoş oldu gəlmək, sizi tanımaq, ətraflı müzakirə eləmək. HR nə istəyir? Əslində çox şey istəmir. Qıraqdan baxanda çox şey istəyirmiş kimi görünə bilərik, amma yox. HR nə istəyir? Ən birinci olaraq düzgün müraciət qaydası istəyir. Elan yerləşdirilib, elanı düzgün oxumaq və elandakı tələblərə uyğun duramsa, buna məni qane eləyirəmsə, burada yazılan əmək haqqı mənə uyğundursa, mən ora CV göndərməliyəm. HR-ın birinci istədiyi odur. Uyğunluqdan əlavə ikinci düzgün CV axtarır. Elanda qeyd olunan bacarıqlar mənim CV-mdə varsa, mən ora məsələn Excel-də qeyd etmişəm ki, Excel-də mükəmməl dərəcədə işləmək lazımdır. Namizəd CV göndərir ki, mənim Excel-dən xəbərim yoxdur. Vaxt itkisi yaranır, namizədin özündə məyusluq yaranır. Gündə 100 dənə yerə CV göndərir. Və üçüncü olaraq müsahibəyə dəvət alıbsa, müsahibədə HR düzgün təqdimat, biliyə, bacarığa düzgünlük və bir də ən əsası özünü təqdimat bacarıq axtarır və yeniliyə açıq olmağı gözləyir. Bəzən ola bilər ki, HR-lar məsəl üçün kimdəsə soft axtarırlar, amma onun hardını sual verirlər. Və yaxud da hard axtarırlar, onun softunu sual verirlər. Belə bir hallarla rastlaşırıq. Sizcə bu HR-ın bu sualları belə verməyi düzgündürmü, yoxsa yox? Məsələn, əlavəm olacaq. Yəni mənə sizin softunuz lazım məsəl üçün. Siz məndən soft lazım, amma mənə niyə harddan sual verirsiniz? Məsəl üçün. Okay, buna çox yaxşı izahat verim. Sualları birbaşa ünvanlamaqla birbaşa cavab almaq çox rahatdır. Bəli. Və burada HR-ı aldatmaq da olur. Məsələn, bu dəqiqə real danışaq da peşəkar yalançılar çoxdur. Əlbəttə. Bunun üçün müxtəlif sahələr var ki, onlar hətta işçiyə məsələn bir məhsul satışıdır, müştərini o qədər inandırmaq bacarığını öyrədirlər ki, amma HR-ın inandırmaq bacarıqları zəif olur. Bəzən məndən soruşurlar, bu bayaqki sualınıza mən geri dönüş edib çıxıram təzədən yenə qayıdacağam. Problem deyil. Necə HR olmaq olar? HR-ın ən birinci inandırıcılıq bacarığı olmalıdır. Ola bilər siz yaxşı qadırsınız, amma mənim şirkətimdə, burada bu pozisiyada sizə verilən əmək haqqı aşağıdır. Amma mən sizi inandırıb bura cəlb edə bilərəm. Və siz 6 aydan da tez işdən çıxmayacaqsınız. Düşünəcəksiniz ki, CV-m korlanmasın, əmək müqaviləsi bağlamışam, mən azı davam eləməliyəm müəyyən müddət. Bu dəqiqə HR-ın ən böyük problemi inandırmaq bacarığıdır və bu bütün HR-larda yoxdur. Məsələn, sual vermək bacarığı sizin qeyd etdiyiniz kimi sualı birbaşa yolla ünvanlayanda ona rahat cavab almaq olur. Amma fərqli yollarla, dolayısı yollarla gəlib ünvanlayanda ona fərqli cavablar almaq olur. Məsələn, mən bunu həmişə vurğulayıram. Əvvəllər deyirdilər ki, tutaq ki, 5 il sonra özünüzü harda görürsüz? Artıq bu suallardan hamı irgənib. Mən məsələn 5 il sonra özünüzü harda görürsüz soruşmuram. Mən namizəddən sadəcə soruşuram ki, pandemiya bizdə hələ də davam edir. Tutaq ki, pandemiyanın növbəti dalğası gəlsə, nə planınız var? Bəli. O kimi artıq bu namizəd bu suala cavab verəndə mən görürəm ki, bunun 1 ildən sonrakı ilə bağlı bir planı Kariyer planlaması edib. Var, var, yoxsa yoxdur. O mənə deyəndə ki, yox, bilmirəm nə olacaq. Oturacam da evdə, heç nə, qapılar bağlandı, mən də evdəyəm. Düşünürəm ki, okey, bunun 5 il sonra deməli bir planı yoxdur. Bəli. Amma namizəd ki, mənə ardıcıllıqla bax, ya da deyir ki, hə, heç nə, oturub ki, Netflix baxacam. Bilirəm ki, alınmayacaq. Alınmayacaq. Hə, mən bu günləri bunu işə qəbul etsək, 1 ildən sonra ya 3 aydan sonra bir yeni texnika bizdə gəldi, yeni bir proqramımız olsa təlimlə bağlı, həmin dəqiqə oradan uzaqlaşacaq. Çünki buna komfort zonu rahatdır. Bu yeniliklərə açıq biri deyil. Bəli. Onun üçün. Bunun üçün fərqli yollarla yoxlamaq olur. Məsələn, soft axtarırıqsa harddan soruşuruq, hard axtarırıqsa softdan soruşuruq. Bu normaldır. Normaldır və onun düşüncə tərzini bilmək istəyirik. Məsələn, bəzən olur müsahibələrdə çox vaxt olur. İndi müəyyən bir təcrübəmiz var, müəyyən bir əlaqələrimiz olur, müəyyən tanışlıqlarımız olur, müəyyən şirkətlər var ki, oranın məhsullarını alırıq. Məsələn, mənə bəzi məhsullar maraqlı olur. Namizəd müsahibəyə gələndə həmin yerdən bir nəsə soruşanda artıq namizədin həmin şirkətə qarşı düşüncəsini də bilmək olur. Mütləq demək deyil ki, namizəd gəlsin köhnə şirkətini pisləsin. Əlbəttə. Soruşursan ki, məsələn, düzgün etikadır da köhnə iş yeri pisləmək. Pis imic yaradır. Pis imic yaradır. Bundan da bu oran pis, səhər sizə pis deyəcək. Yəni bu normal. O da ola bilər, amma bəzi hallarda namizədin haransa pisləməyinin bir həddi var. Məsələn, mən hansısa bir şirkəti tanımıram, gəlir deyir, müdir belə idi, iş yeri belə idi, iş şəraiti belə idi. Deyirəm, nə qədər işləmisiniz? 10 il orada işlədim. Yaxşı, bu belə pis idisə, bir 10 il orada necə işləmək olar? Aslında bu mümkün olan bir şey deyil. Təbii ki. Bu demək olar ki, son 1 ayda olub bəlkə üst-üstə yığılıb, bu artıq bunda bir partlayış kimi oldu. Maksimum 3 il məncə kifayətdir. Yəni pisə dözmək üçün maksimum bir 3 il. Ondan
sonra çıxmaq lazımdır. Əgər belə davam edirsə. Çünki vaxt ən əsas, ən dəyərli resursumuzdur. Onu heç bir yerdə itirməməliyik. Ən əsas da biz Zeynəsli bunun fərqindəyik. Bayaqları sizinlə də danışdıq ki, biz artıq heç 3 ili də gözləmirik. 3 saatı gözləmirik. Yəni artıq seçib gedirik. Yəni diqqətinizdə olsun ki, HR-ın verdiyi suallar qeybdən gəlmir. Onların hamısı sizi tanımaq üçün verilən suallardır. Bəzən olur ki, biz hansısa şəxslə karyera planlaması aparanda deyir ki, mən falan bir yerdə müsahibədə oldum. Mənə çox dəxilsiz suallar verdilər ki, nə bilim səhrada qarşına divar çıxsa nə edərsən? Bu nə sualdır mənə verir HR? Yəni olur stres sualı. Yəni soruşur da yəni HR. Onun analitik bacarığını ölçmək istəyə bilər də. Yəni ki, sən probleminə həll çıxışı necə düşünürsən, nə düşünürsən? Bir də bunu rahat deyim. Məsələn, müsahibəyə gələndə artıq hamı hazırlaşıb gəlir. Bu keçmişdə qalmışdı. Yəni 3 il qabaq heç kəs hazırlaşmayanlar da var, çox hələ var. Hazırlaşmayanlar var. Bəzi pozisiyalar var. Biz artıq onlardan hazırlaşmağını gözləmirik. Yəni düzün deyim, müəyyən bir pozisiyalar var. Mən heç ümumiyyətlə onlara çox da dərin suallar vermirəm. Bilirəm ki, bu standart işləri görəcək, standart işlərlə məşğul olacaq. Köhnə iş yerində bu təcrübəsi varsa, bunu bacarıbsa, bunu görübsə, deyirəm bizdə bax budur. Bir dənə zəhmət olmasa düş məsələn birinci mərtəbəyə ya bir istehsalata. Bax gör bizim işimiz budur. Danış gör ya bir qıraqdan bax gör 5-10 dəqiqə. Uyğundursa gəlin gerisini davam eləyək. Bunda gözləmirəm. Amma yox, yeniliklərə açıq birini gözləyiriksə, hə, onda artıq onun müsahibəyə hazırlaşdığını bilirik və bunlar da hazırlaşıb gəlirlər və buna fərqli suallar ünvanlayanda artıq onun düşüncəsi, altda yatan duyğular, bunlar hamısı önə çıxır. Təbii və ona görə buna qeyri-adi suallar vermək normaldır. Bir də keçən dəfə mən hardasa görmüşdüm, təzəlikçi oldu. LinkedIn-də bir postda paylaşmışlar. Həmin bankla bağlı heç bir əlaqəm yoxdur. Sadəcə müsahibədə iştirak edən HR-dır. Bir HR direktorla müsahibədə oldum. Bank mənə dedi ki, bir ay gəlib pulsuz işləyəcəksiniz, bir aydan sonra imtahan verəcəksiniz. Əgər xoşunuza gəlsək, sizi 500 manatdan işə qəbul edəcəyik. İnsan Resurslar Departamentinə bir işçi kimi. Bu da 3 illik təcrübəsi olan kadrdır. Bəli. Belə bir şey olmaq mümkün deyil. Ya bank sektorunda ümumiyyətlə düzgün bir şeydir və belə bir şey yoxdur. Sadəcə olaraq HR direktor onun hadisəyə verəcəyi reaksiyanı görmək istəyib çox güman. Çünki bu HR direktora qədər bank sektorunda gəlib çıxıbsa müsahibəyə, deməli test mərhələsini keçib, rekruterin görüşüb, rekruteri keçib. Və buna son mərhələdə HR direktorla görüşürsən. Amma təəssüf ki, bizimki bəzi ona aqressiv cavab verir, onu sərt qarşılayır və düşünür ki, bu 100% artıq mənim başıma gəldi. Mən səni əsir götürməyiblər. Mən həmişə onu deyirəm, işləyəndə biz əsir götürmürük. Müsahibəyə gələndə səni əsir götürməyiblər. Bacardığın qədər sərbəst olmalısan, fikrini bildirməlisən. Hətta səhv olsa belə fikrini bildir. Okay, bura olmayacaq, digər bir yerə keçəcəksən. Amma ən azından bu təcrübə olacaq harda. Və bir də bizdə belə bir şey də var. HR-lara qarşı bir kompleks mi deyim, qorxu mu deyim? Qorxu, əcdaha görsəniz də mənim arada olur. Arada olur, böyüyürsüz bu qədər ki. Dostlarla oturub söhbət edirsən, yanında indi qıraqdan kimsə tanımır, dostluğun dostu HR avtomatik dəyişdi. Siyasət buraxan olmaz. Deyirəm, biz işdə deyirik, deyirəm iş verdim, maaş almıram, ona görə rahat ola bilərsiniz. Siz də peşəkar HR-da, bizim əmək bazarında peşəkar HR-lar həqiqətən var. Özüm şahidiyəm, onlardan biri də sizsiniz. Qeyri-peşəkar HR-lar da var. Hansı ki, çalışırlar, müəyyən bir fəaliyyət göstərir. Sizdə peşəkar HR-da nə lazımdır? İlk öncə, ən vacib. Yəni alfabetin A-sı. Bu nə lazımdır? Problemləri həll etmək. Problemlər. Mütləq. Çünki HR hər gün problemlə qarşılaşır. Yəni elə bir günümüz yoxdur ki, problemlə qarşılaşmayaq. Əgər biraz da böyük bir işçi heyəti ilə işləyirsənsə, hər an hər şey ola bilər. Mühafizəçi xəstələndi, gəlmədi. Rezerv tapmalısan. Məsələn, istehsalatda kiminsə başına nəsə bədbəxt hadisə gəldi və yaxud da ki, adam əlilliyi ilə bağlı nəsə çətinlik yarandı və yaxud ondan əlavə ola bilər ki, kimsə xaricdən bir təhsillə bağlı müraciət eləmişdi, okey, ona cavab gəldi, gözləmədiyin anda vakansiya açmalısan. Getdi. Kimsə gəldi, dedi ki, mən artıq işdən çıxmaq istəyirəm, mən sizinlə işləmək istəmirəm. Ya bu səbəb göstərmək də vacib deyil. Təbii ki. İndi arada düzdür göstərilir ki, müəyyən bir dövr bizə vaxt verilməlidir, biz ona vaxt verilməlidir. İndi bəzi hallar var ki, işçi şirkət üçün can qoyub. Düşünürsən ki, mən bunu niyə bir ay saxlayım? Yəni insandır da bəlkə bir yaxşı təklif alıbsa, bunu normal dəyərləndirməli. Mən bir həftəyə bu pozisiyanı bağlamalıyam. Problemi mütləq həll etmə bacarığın olmalıdır. Aha. Və bir də onu da mən sizə deyim. Analitik düşüncə belə deyək. Analitik düşüncə, problemi həll etmək və problem həll eləyəndə də sırf bu problemin budursa yox. Ümumi problemə baxmaq lazımdır. Mən bu problemi istənilən yoldan həll edə bilərəm, amma qarşımdakına ziyan verər-verməz. Bu çox adi misal göstərirəm. Məsələn, evdə divarım uçub, gəldim divarı düzəltdim, mən problemi həll elədim. O tərəfdən qonşunun boyu söküldü. Bu departamentlər arasında belə bir körpü var, belə bir əlaqə var. Mən bir departamentin işini görəndə digərində düşünməliyəm. Görəsən mən onun işini asanlaşdırdım, çətinləşdirdim. Niyə? Çünki bu hamısı gəlib mənim başımda partlayacaq. Təbii ki. Sonda hansısa departamentdə çətinlikdə yaranda günahkar kimi də hesab edir.
HR elədi. HR HR elədi, işin hə. mənədir. Bəs HR-ın ən vacib olan, yəni top 5-də softları hansı olmalıdır? Problem həll eləmək ən birinci olaraq Hı. analitik düşünmək bacarığı olmalıdır, Tamam. inandırıcılıq qabiliyyəti olmalıdır, yeniliklərə açıq Yegə olmalıdır. satışda olmalıdır onu. Çünki öz İnandırmada gedir şirkətini əslində o. İnandırmaq əslində satışa xas olan bir xarakter Xarakter. deyil. Bu bir çox funksiyalara aiddir. Məsələn, bu dəqiqə yaxşı bir mühəndis ola bilərsən, amma inandırıcılıq qabiliyyətin yoxdur. Çünki müsahibə prosesində HR sənin inandırıcılıq bacarığına baxır. Bəli. Yəni mən məsələn mühəndisliyi bacarmıram, IT-ni bacarmıram. Yəni mən burada işçiyə quyu qazdıra bilməyəcəm. Təbii Sadəcə ki. olaraq onun o iş prosedurunda qarşılaşdığı çətinlikləri mənə danışır. Gördüyü işlərdən mənə danışır. Mən düşünürəm ki, okey, burada mənə elanda qeyd olunmuşdu ki, məsələn, bu bacarıqlar lazımdır. Gör, amma namizəd mən sual verməmişdən qabaq özü artıq danışır ki, məsələn, biz bu işləri gördük. Bu çətinliyimiz var idi şirkətdə, bunu həll elədik. Düşünürəm ki, hə, buna artıq əlavə sual verməyə ehtiyac olmur. Bəli. Bu əlavə suallar ən çox nədə yaranır? Namizəd danışmayanda. Məcbursan ki, ona fərqli yollardan suallar gətirib çıxardasan. Bu istədiklərinin cavabını alasan. Onsuz da bu elanda yazılanlardan əlavə nə isə axtarılmır. Təbii ki. Mütləq işçini tanımaq üçün sual Namizədin verir. danışmamağı HR-a mənfi təəssürat yaradır. Namizədin danışmamağı mümkün deyil. Qabağıma əgər danışa bilirsə, yəni danışıq bacarığı varsa mən onu danışdıracağam. Danışacağız. Mütləq. Çünki niyə? Amma biraz utancaq ola bilər. Yəni sizi əjdaha kimi görə bilər və yaxud da qorxa bilər. Həyəcanlana bilər. Həyəcan- Problem Həyəcanlana deyil. bilər. Həyəcanlanan namizədi onsuz da peşəkar biridirsə, onu avtomatik müsahibəyə başlamırsan həmin dəqiqə. Həyəcanlananda ən azı bir, məsələn, bu dəqiqə hava şəraiti çox istidir. Həqiqətən də. Məsələn, namizədin həyəcanlandığını görsəm, avtomatik soruşuram ki, çöldə hava necə idi? Mən bilirəm çöldə hava necə idi. Hər yerdə açıq pəncərəm var. Təbii Ən azı ki. gözümün qarşısında 7/24 kompüterdə Bunu telefonda siz havanı düşünürsünüz. Amma göstərir. digər peşəkar olmayan HR-lar təbii ki var. Var və bunlar da heç bir yerdə öyrədilmir. Ən böyük problem ondadır və peşəkar olmayan HR-lar da özünü inkişaf elətdirib peşəkarlıq yolunda getmək istəmirlər. Və bunun üçün də düşünürəm ki, ən azı korporativ mühitlərdə məcburi təlimlər olmalıdır artıq. Əgər şirkətin inkişaf eləməyini istəyirsənsə, bu bayaqki sözümə bir dənə qayıdım o yadımdan çıxmışdı deyim. HR-ın HR-ı yoxdur. Doğrudan da çünki O sual verəcəyik Hə, sizə. HR-ın HR-ı yoxdur. Yəni başqa məsələn satışdır, fikirləşirsiniz ki, nəsə problemim var, qaçım HR-a deyim. Sabah məzuniyyətə çıxmaq istəyirəm, qaçım HR-a deyim. Nə bilim, xəstələndim, nə edeyim, qaçım HR-a deyim. Və nə bilim, nəsə də kollektivdə nəsə oldu, gedim HR-a deyim ki, mənim haqqımda qeybət ediblər. Bunlar olur. Amma HR-ın problemini həll edəcək heç kəs yoxdur. Əgər hamı xoşbəxtdirsə, sən xoşbəxtsən. Ya hamı məsələn maaş gecikir, HR-da problem. Maaşı HR vermirim, yəni. Bəli. Sadəcə- Maliyyə verir. Amma maliyyə nömrəsi heç kimdə yoxdur. Maliyyənin e-maili heç kimdə yoxdur. Hamının bildiyi e-mail HR-ındır və HR-ın nömrəsidir. Bəli. Ona görə hamı ilk problemdə HR-a müraciət Amma edir. HR da deməli əlçatan olmalıdır və işçi ilə arasında dağla dərə qədər subordinasiya məsafə olmamalıdır belə Əlbəttə, hamı düşünürəm. ilə mütəmadi əlaqəmiz Rəisləşmə olmalıdır. olmamalıdır Bəli, HR-da. bəli. Hamı ilə mütəmadi əlaqəmiz olmalıdır və bir də ən böyük çətinliklər sınaq dövründə yaranır. Departamentdə məsələn keçdi, heç kəsi tanımır və çətinlik olan kimi birbaşa bura müraciət HR. edir. Hə. Çünki bu Əsas bir tərəfdən yaxşıdır, sırf insan HR tanımaq. Bir tərəfdən HR da belə yazımcar şey. Yəni bir şirkətdə 100 nəfər işçi olsa, gündə bir 5 nəfər gəlsə, Hamısının dərinə gəlişdə qulaq assa. hamısına qulaq asmaq, problemləri həll etmək. Bəzi də həqiqətən sudan səbəbləri olur. Yəni gəlməsən də olardı, yəni özün həll edə bilərsən, amma siz demiş, HR-ın yanında təcrübə keçir deyə sırf HR tanıyır. HR təbii ki, o işə başlayan zaman da işdə problemin olsa bizə gəldinə, düz bunu səmimi deyən də var, söz olsun deyən də var, amma həqiqətən səmimi qəbul etsə kimsə birbaşa HR-a qalxır və sözünü hər zaman deyir. Bu da HR-ı təbii ki, əlavə işdir. Mən bu cəhətdən HR heç vaxt qınamamışam. Mən məsəl maraqlı olan bir şeydir. Bundan qabaq da sual vermişəm bəzi qonaqlara. Sizə görə düzgün CV necədir? Və mən ən acı tutan bir şey deyim. LinkedIn-də bunu görürəm və inanırsınız nə qədər postda kommentar yazmışam ki, şərh bildirmişəm ki, kiməsə CV düzəltməsi pul verməyin. Bunun üçün mən sizdə də görmüşəm. Özümlə paylaşmışam ki, düzgün CV-nin hazırlanması necə ola bilər? Buna görə gedib 20 manat, 30 manat, fərqi yoxdur qiymətinə. Pul verməyin kiməsə. Niyə verməlisiniz? Bu CV-nin hazırlaması sizin əlinizdə olan bir AI şeydir. sistemlərindən istifadə edə bilərsən, nümunələrdən axtara bilərsən, applicationlar var, hansı ki ödənişsiz onlardan yararlana bilərsən. Yəni sən CV-ni hazırlaya bilmirsən, amma iş axtarırsan. İş Mən axtarırsan. rahat deyim sizə də. Bu Sizin üçün mənim düzgün sözlərdir. yaralı yerimdir. Sözünüzü Bəli. kəsəcəm. Bayaq şeysiz. İncimi sözünüzü kəsəcəm. Düzgün CV necə olmalıdır? Düzgün CV ən birinci olaraq standart bir şablon olmalıdır. CV-lərdə gördüyüm ən böyük problemlər. CV-lər vərəqdən daşır. Yəni sözlər vərəqdən az qalıb ki, çıxsın. Bir ölçü götürün standart olaraq. Bu ölçünün içərisində yerləşdirin ən azı. Mütləq deyil bunu hansısa bir proqramda yığasınız. Hətta bu dəqiqə Word-də belə yığıb onu sonradan PDF-ə çevirmək olur. Yadımdan çıxmamış deyim. Mütləq PDF olmalıdır. Təbii. Çünki mən buna telefondan baxa bilərəm, tabdan baxa bilərəm, notebookdan baxa bilərəm, kompüterdən baxa bilərəm. Hər yerdə bu standart CV PDF açmalıdır. Və ondan əlavə olaraq
namizədlərin ən çox düşündükləri fərqli-fərqlidir. Əgər rəngli CV-dirsə qəşəngdir. Xeyr, belə bir qayda-qanun yoxdur. Kim üçün keçərlidir? Rozvul, sarı. Qızamsa rozvul olmalıdır, oğlansa göy rəngli olmalıdır. Nə bilim, bu ancaq marketinq departamentinə keçərlidir. Çünki səndən yaradıcılıq görürlər. Dizayn olar. Dizayner, marketinq. Bunlar üçün marketinq. Dizayner isə mənim targetoloq, yəni bunlar üçün maraqlıdır. Amma sən copywritersənsə sənə rəngli CV-ni mən nə edirəm? Sənin söz bacarığın mənim üçün önəmlidir. Yəni bunlar önəmlidir. Ən birinci olaraq baxmalısan ki, mən şirkətin axtardığı nədir və məndə olan nədir? Bunu ən birinci önə çıxartmalısan. Məsələn, mənim keçən dəfə bu bir nəfər təlimlərimdə iştirak etmişdi. Magistr üzrə insan resurslarını oxuyur. Onu götürüb CV-nin ən alt bölməsində yazır. Tələbəlik dövründə hardasa universitetdə hansısa müəyyən işlərlə məşğul olub. Onu gətirib ən başa yazır və insan resursları departamentində də iş axtarır özünə. Fərqi yoxdur, təcrübəçi axtarır, könüllü axtarır. Ən azından iş axtarır o sahədə. Bir dənə maraqlı sual verdim ki, dedim sən bunu aparıb ən axıra yazırsan. Bəlkə bunu yazmayasan. Olsa niyə yazırsan ki? Yəni oxumusan da. Deyir, yox, mənim elə şey olar. İnsan resurslarında oxumuşam. Ona uyğun iş axtarıram. Dedim, okeydə axtarırsan bunu yaz başa da. Dedim, sənin CV-və iş təcrübəsi yazmaq qəti ehtiyac deyil. Sən onsuz da 6 ildir universitet oxuyursan, bunun son 2 ilində magistrda insan resurslarını oxuyursan və insan resurslarında iş axtarırsan. Səndən heç müsahibədə də sırf keçdiyin dərslərdən sual olunacaq. Sənin əlavə. Deyir, mən kursa gedirəm. Deyirəm, sən kursa niyə gedirsən ki? Sən onsuz da bu 2 il universitetdə oxumusan da, yəni hansı kurs sənə 2 il 3 ayda hansı kurs sənə 2 ildən daha güclü bir iş verə biləcək? Akademik bir sənədin var artıq. Sadəcə bunu biraz cəmiyyətdə bu kurslar da gəl 3 aya HR ol. 3 aya HR olmaq mümkün deyil. HR hər gün yenilənir. Hər gün təzə işlər çıxır, süni intellekt inteqrasiya olunur, yeni biliklər adaptasiya olunur. Artıq özünü düşünürsən ki, mən özümdə nəyi eləməliyəm? Məsələn, kommunikasiya sistemlərindən xəbərin olmalı. Sabahları bir mühafizəçi ilə danışırsan. Nə bilim, kredit mütəxəssisi ilə danışırsan. Sabahları bilməlisən ki, problemli kreditlər nələrdir? Ən azından süni intellektdə hansı yollardan istifadə olunur? Və yaxud daha yuxarı pozisiyalara işçi axtarırsansa, rəhbər heyət axtarırsansa, saat bula bilməlisən. Bilməlisən, bəli, çünki onunla söhbət edirsən, ünsiyyət qurursan, birinci şirkətin üzü işə qəbul departamentidir. Birinci gələn qalxdı yanına, ən birinci səninlə görüşür. Sən onda necə təəssürat yaratsan, bəzən olur, mən LinkedIn-də bunu da şahid oldum. Namizədi çağırırsan, gəlmir. Sən düzgün təəssürat yaratmırsan deyə namizəd gəlmir də. Yəni real danışıq. Biraz da səhv özümüz axtaraq. Bəli, qarşı tərəfdə günah görmək, məsələn, HR-lara qarşı səhv fikirlərin bəziləri də burada formalaşır. Sən bir özündə otur düşün, gör ki, mən hansı mesajda səhv yazdım, nəyi əskik yazdım, nəyi elanda yazmadım. LinkedIn-də siz demiş söz balına kəsim. Bir nəfər elan paylaş vakansiya. Mən də iş axtaran bir kariyer planlaması etdiyim şəxs vardı. Ona qayıtdım, yazdım ki, bəs belə bir şəxsim var. Özdə 20 ildən çox iş təcrübəsi var. Hətta özdə çox yüksək qurumlarda çalışır və hüquq üzrə çalışır. Hüquqçu axtardı. Geri dönüş eləmədi. Yəni bu vakansiyanı paylaşırsan HR olaraq, heç olmasa yaz ki, tutulub məsəl üçün də. Yəni çünki mənim özüm belə, yəni LinkedIn-də 3000-dən çox izləyicisindən kontakt olan insan. Mən də götürüm məsəl üçün yaxşı bir insan olmayım. Götürüm yazdım ki, bu şəxsə inanmayın. Belə paylaşdım, mən yazdım, bu cavab vermədi. Düzgün gəlmir axı. Siz əgər vakansiyanı paylaşırsan, mən də cavab yazmışam vakansiya tələbinə uyğun. Tələbinə uyğun yazmışamsa, geri dönüş yox. Mən onu qınamayacağam. Gəl belə danışaq da. Çox yazan. Yazandan da əlavə, bir də belə deyim də, bəzi əlavə ünsiyyətlər əlavə vaxt itkisi yaradır. Yəni həmin şəxsi də tanımıram ki, yəni belə tərəfini tutumum və yaxud da sizə deyim düzgün deyil. Bayaq birinci vurğuladım, düzgün müraciət. Düzgün müraciət necədir? Məndə də olur bəzən. Məsələn, görürsən kimsə elanı hardansa görür. Bizdə də bir dənə bajoğlu var, sən orada elan paylaşmısan. O CV göndərsin. Deyirəm, nə məsləhət görürsüz? Göndərsin, göndərməsin. O elan paylaşmışam da, CV göndərmək üçün paylaşmışam da burada. Belə olanda, məsələn, mənim karyera təlimləri keçdiklərimə heç vaxt birbaşa yazmıram. Sadəcə olaraq skrin eləyib atıram özlərinə. Bir dənə salam yazıb skrin eləyib atıram. Mən də elə etmişəm. Namizədə. Yəni kim iş axtarır ona. Çünki niyə? Qoy əziyyət özü çəksin. Mən onun üçün əziyyət çəkəcəmsə, hər şey məndən gözləyəcəksə, o müsahibəyə gedəndə bunun dəyərini bilməyəcək. Yəni nəticə etibarilə hamımız insanıq. Və müraciətlər çox olur. İndi həmin şəxs ola bilsin sizi tanımayıb, bilməyib, cavab verməyib. Biraz fərqli reaksiyalar da olur. Məsələn, mən belə hallarla da qarşılaşmışam. Məsələn, kimsə kim üçünsə xahiş edir və yaxud da müraciət edir sadəcə olaraq. Deyirsən, hə, okey. Bir həftə sonra yazır. Nə oldu? Nə oldu? Qəbul keçdi. O yanınıza filan kəs göndərmişdi. O müsahibə nəticəsi nə oldu? Müsahibə nəticəsi onsuz da elan olunanda hamıya ya standart avtomatik qəbul mesajı göndərilir. Onu hamı özə bilməsilə o namizədə keçdi yoxsa keçmədi? Keçdi yoxsa keçmədi. Və yaxud da ki, bəzən bu suallar da var. Mən sizə qabaqlayım, qoy deyim. Onun çətinlikləri nədir? Niyə keçmədi? Mənim
çətinlikləri izah eləməyimlə bağlı, yəni heç bir HR maaş almır. HR-a maaş nə üçün verilir? Şirkətin işçisini tapsın, şirkətin işlərini görsün. Əgər sən özündə çətinlikləri görmək istəyirsənsə, sən bunun üçün karyer mütəxəssislərinə müraciət etməlisən. Bəli. Yəni istənilən birinə müraciət elə. Sən burada özümü bir işsiz şəxs kimi düşünüb deyəcəm. Ta ki mən siz işə götürməmisiniz, amma mən iş axtarıram, gəncəm, təzə məzun olmuşam. Mən mənfilərimi öyrənmək istəyirəm ki, başqa bir iş yerinə gedəndə o səhvi eləməyim. Bunu əlçatan olmaq üçün eləmək olmaz bəs. Əlçatan olmaq üçün belə deyim, hər kəs bunu müsbət qarşılamayacaq. Məsələn, namizədə deyəcəksən ki, Razıyam sənin filan biliyin yox idi. Məsələn, bu hallardan çox-çox qarşılaşırıq. Bəzən mən özüm arkadaşlar danışsam başa düşürəm. Həm belə olur. Cəsarət söhbəti verəsən. Yox, onu nəzərə almayaq. Məsələn, mən tutaq ki, deməyəcəm elə bir şey, amma onu öyrənmək istəyirəm. Onu öyrənməyə izah edirik biz onsuz da. İndi bu məsələnizə də gələcəm. Bir dənə bunu vurğulayım, bir dənə burada gəlib çıxacağam indi. Necə olur? Real qəbul eləməyən namizədlər də olur. Məsələn, deyir, siz məni yoxlamadınız, nə bildiniz ki, mən filan şey bilmirəm. Bu məsələlər də olur. Məsələn, namizəddən soruşursan ki, düşündüyünüz ortalama əmək haqqı nə qədərdir? Halbuki mən elanda bunu qeyd etmişəm və bu pozisiya üçün bunu verə bilirik. Və buna görə də CV atıb gəlmisən. Gəlir müsahibə də deyir ki, bu maaş azdır. Yəni ona necəmsən? Belə məqamlarda yaranır. Ona görə HR-ın güclü əsəb sistemi olmalıdır. Yəni bu hadisələr güclü əsəb sisteminin olmalıdır və bunu dərk etməlisən ki, bu artıq reallıqdır. Bəzən hallarda belə öz aralarımızda olur da, indi bir neçə nəfər kollektivlə, komanda ilə oturub danışırıq. Bəzən normal kadr göründə bizə qəribə gəlir ki, necə bu sual vermədi? Belə sualları vermədi. Hə, bir də bu sizin dediyinizi də vurğulayım. Mən səhvlərimi bilmək istəyirəm. Bir də bu əlaqə yaratmaq məsələsi. Müsahibədən çıxan kimi yazılar ki, mən necə oldu? Keçdi. Mən necə oldu? Keçdim mən. Mənə götürəcəksiniz işə. İnanın onu götürmək fikrimiz olsa belə artıq olmur. Çünki korporativ mühitə konkret uyğun deyil. Sabahları bu mənlə yaratdığım münasibəti müştəri ilə yaradacaq. Və yaxud departament rəhbəri ilə yaradacaq və yaxud ümumi rəhbərliklə yaradacaq. Ola bilər çox savadlı kadrdır, amma korporativ mühit uyğunluğu yoxdur. Subordinasiyanı bilmir, bəli. Bu bir də sizin vurğuladığınız, mən səhvlərimi bilmək istəyirəm. Səhvləri bilmək üçün çox gözəl məqamlar var. Yarmarkalar var bu dəqiqə olaraq, şirkətlərin açıq qapı günləri var. Burada yəni bizim hamımızı görmək olur. Hər birimizdən gəlib rahatca bir-bir. Çünki niyə? Bizim üçün həmin gün bizə bir onsuz da biz hamımız işləyirik, bir maaş alırıq şirkətimizdən və həmin gün bizim maaş günümüz sayılır. Bizim maaş günü açıq qapı günü olanda da birbaşa gəlib HR-la görüşürsüz. Orada sualınızı verirsiniz, CV-nizi təqdim edirsiniz. Sizə uyğun pozisiya olmasa belə o CV yığılır. Siz komanda ilə məşğul olursunuz, yəni tanıyırsınız korporativ mühit nə deməkdir və bundan əlavə açıq qapı günündə məsələn hər hansı bir fəaliyyət növü ilə məşğuluq, siz ən azı gəlib yerində bundan tanış ola bilirsiniz. Məsələn, mağazadır, satışdır, restorandır, istənilən bir qurum olsun. Ən azı gəlib görür ki, buradakı işçilər nə iş görür. Mən sabah bunu eləyə bilərəm, eləyə bilmərəm. Biz bunu müsahibə təlimi üzrə mən keçirəm. Yəni bir şirkəti araşdırmaq istəyirsə, iş çıxışı necə olmasa, gedin dayanın. Baxın ki, onlar geyimləri nə deyir. Mən biri deyir ki, mən təlim və zamanı mən sual verir ki, bəs mən nə bilim ora necə gedim də. Yəni bunu da geyiniyor. Deyirəm ən rahatı işləməsən haradır. Bir dənə araşdırırsan, tapırsan, saat 6-ın yarısında cep dayansa o qapıda. Getdiyən ki, orada necə çıxırlar? Hansı geyimlə çıxırlar? Hansı üz saqqalla çıxırlar? Yəni çətin bir şey deyil. Hansı təəssüratla çıxırlar? Yəni orada sən görürsün 50 dənə işçinin 45-i üzü gülə xoşbəxt çıxırsa, bir iki yaxşıdır. Yoxsa ki, oradan hamı belə çıxıb başa qaçırsa, bir iki ora sənlik deyil də. Yəni sən də oradan qaç. Cavab gəlsə də qaç oradan. Yəni belə araşdıra bilərsən. Bir də Günel xanımın verdiyi sual vardı, hansısa ki, geri dönüş məsələsi. Əgər xoş təəssürat yaratmaq üçün mən təlimdə qeyd edirəm ki, evə getdim, bir dənə qəşəng təşəkkür məktubu hazırla. Mütləq. Bir dənə qəşəng. Bəli, təşəkkür məktubu yaz. Yaxşı mənada HR orada qəşəngcənə balla düzəlt, gül çiçəyin ver. Ağ eləmədən amma ağ eləmədən da demin sizdən yoxdur. Normal şəkildə təşəkkür məktubu yazaraq, vaxt ayırdığınız üçün təşəkkür edərək, müsbət olsa da, mənfi olsa da heç bir fərqi olmadığını bildirərək məktub yazırsınız və o məktubu HR oxuyanda, yəni həqiqətən mən şəxsən mənə belə elə bir məktub gələndə mən özüm belə yapacağam. Bu nə qabiliyyətli uşaqdır. İşi zəifdə olsa, mən bunu bir şey deyə çıxardaram. Qəşəng tərəfi budur. İnanırsınız, o həmin e-mail qalır orada. Çünki onun göndərdiyi CV-də onun altına düşür. Bəli, cavab kimi qeyd edirsiniz ki, gələn dəfə baxanda mən baxmasam belə, məndən sonra orada kimsə işləsə baxanda görür ki, aha,
korporativ mühitə uyğunluğu var. Bir də ən sevdiyim nədir? Bəzi namizədlər olur, indi CV göndərib yığırıq telefondan dəvət edirik. Ən azı qeyd edirsən ünvan atmaq üçün, location üçün mütləq WhatsApp-a keçməlisən də, bunun başqa yolu yoxdur. Bəli. Heç cür alınmır onsuz da fərqli formada. E-maildən də göndərsən, ünvan da atırsan, yenə deyir ki, bir dənə WhatsApp-dan konum göndərin. Ya bu mütləq şəkildə WhatsApp düşməlidir nömrə ora. Bir tərəfdən də yolda edir sizə istədiyi vaxt yazmaq üçün. Çox sonluq üçün edir və bir də ən rahat yolu nədir? Bəziləri çox təşəkkür yazır. Yəni həqiqətən də, yəni deyir çox sağ olun. Ağın çox çatmadan yəni bir dəfə təşəkkür də sevir yəni. Dəvət elədiyinə görə təşəkkür edir. Bu Bəli. düşünürsən ki, okeydir. Bir də ən yaralı yerimi deyim. Bu həmişə soruşulan sualdır. Müsahibəyə gecikmək. Müsahibə niyə gecikirsən mənə o maraqlıdır. Yəni gecikirsən gəlmə. Yox, niyə gecikirsən də? Bu gecikmək bəziləri deyir ki, gecikmək də hə nə olar ki 5 dəqiqə gecikər. Bəziləri 1 saat tez gəl. Deyirəm onu da getməyim. 1 saat tez də getməyim. Okay, tez gəl. Ərazidə gəz. Ərazidə gəz. Sən girmə. Çünki HR da istəsə insandır. Yəni deyirəm ki, HR insandır da. Bu HR oturub otaqdan biləndə ki, sən orada gəlmisən 1 saat tez, özü də narahat olur ki, yaxşı mən bunu 6 demişəm. Sən 5-dən gəlmisən. Mən burada iş görürəm. Sən də oturmusan çöldə orada görürsən. Ümumi narahat çıxarır. Tez gəl, çöldə gəz, heç kim bilməz tez gəldiyini. 6 tamamdır, 6-2 dəqiqə qalmış deyir ki, mən yox, biraz tez mən belə deyim də. 5 dəqiqə də olar. 10 dəqiqə 15 dəqiqə tez gəlməsin. Nə? Ha. Mən hətta həmişə deyirəm ki, əgər harasa müsahibəyə gedirsinizsə, hətta bir gün əvvəlcədən gedin. Yoluna baxın, yurduna baxın. 100%. Şirkəti 100%. ən azı tanıyın. Yəni bilin ki, məsələn mən harasa gedəcəm. Sabahları da gələndə vaxtı elə planla ki, Probkasına kimi bilməlisən. əlbəttə bilməlisən. Çünki gecikmək təkcə gecikmək kimi baxılmır. Buna məsuliyyət kimi baxılır. Punktuallıqdan gedir artıq. Bəli, Yəni punktuallıq bir tərəfdən də odur ki, çox üzrsə, bir tərəfdən də odur ki, yəni HR-ın gözlədiyi şey siz deyirik məsuliyyətli insandır. Bəli. Və onu da görməyən istərsiniz nə qədər savadlı olur olsun. Bəli, çox savadlı ola bilərsən, amma bu məsuliyyətsiz kimi dəyərləndirilir. Bəli, Çünki tam bu gün müsahibəyə gecikməyin o deməkdir ki, sabah işə gecikəcəksən, sənə verilən tapşırığı gecikdirəcəksən və həmişə də mənfi bir dənə də bəhanən olacaq və özünü ağ çıxarda biləcək bir dənə bəhanən olacaq. Tıxac. Bəxməmişmi? Yol bağlamışdı. Yol bağlamışdı. Onsuz da biz bilirik tıxacdır. Yəni biz də həmin yolu gəlirik də. Yəni səni bir qeyri-adi bir Marsa çağırmırıq ki, deyək ha biz ora heç vaxt getməmişik. Plus da gələndə tıxac olmağı mümkün deyil. Çünki bizim cəmiyyətdə formalaşma bir tərəfdən ciddi yanaşılmır. Elə bilər ki, gecikmək üçün adamın şeylər var. Yox, kəsirlər. Həqiqətən gecikmək üçün müsahibəyə qəbul edir, öz belə deyimsə mədəniyyətini HR göstərir. Amma ki, sonra sizi kəsir. Nə qədər yaxşı olsanız da, siz orada elə bir geri dönüş etməlisiniz. Ağlabatan səbəbdə gecikmək. Məsələ kəsmək olmur. Digər namizədkarlar baxırsan görsən ki, wow deyil. Amma adam məsuliyyətlidir də. Yəni disiplini var, məsuliyyəti var. Geyim qaydasında da gələcəm. Baxırsan ki, korporativə uyğun bir geyim qaydası var. Gəlib deyirsən ki, okey, onunla mən vaxt itirincə onu götürəcəm. Nə olsun savadlıdır. Mənim ona təlim keçməklə vaxtım itəcək. Ona korporativ mühitə başasa, bunda hazır var. Buna bir dənə lazımdır ki, sadəcə biraz reysə düşən kimi inkişaf edəcək. İnkişaf edəcək. Buna sadəcə lazımdır ki, ilk 15 gün bir dənə dəstək verəsən. Dəstəkdən sonra okey, özü elə bir çıxacaq o həmin vəziyyətdən. Amma digərini düşünürsən ki, mən bunu daim nəzarətdə saxlamalıyam. Çünki ipə sapa yatan adam deyil də və bu namizədlərdə məsələn mənim bir dənə xarakterim var. İndiyəcən qəbul etdiyim bütün CV-lərin altında rəy hissəsini qeyd edirəm. Bütün keçirdiyim müsahibələrin altına rəy qeyd edirəm. Məndən sonra ona kimsə də baxsa, məsələn istənilən bir çətinlikdə indi hər birimizdə nəyisə ola bilər. Həyəcanlı oldu, yazıram okey, həyəcan problemi var. Yəni sabahları mən bunu digər vəzifə üçün dəyərləndirəndə baxım görüm ki, bu uyğundur, uyğun deyil və bəlkə aşa bilər sonra. Elə onu da qeyd edəcəydim, mən qabaqladınız. Həmin namizədə olub ki, məndə namizədə olub. 3 aydan sonra mən onu təzədən müsahibəyə bir dənə dəvət eləmişəm, başqa pozisiya üçün artıq. Yəni birinci dəfə məsələn ofis menecerə müraciət eləyirdi. İndi müraciət edib dəqiqə kargüzarlıq var, uyğun gəlir sizə. Sadəcə ilk müsahibədə ondan daha güclüsü var idi. Gördüm ki, onun birinci müsahibədə həll elədiyi problem məsələn Excel-dən bilikləri zəif idi. İkincidə artıq adam gəlib artıq Excel-i də var, artıq birisi də bilir. Mən artıq ona kar götürüşünü təklif etməyə utanıram. Düşünürəm ki, mən bu kadrı itibat eləyəcəm. Özünə deyirəm ki, məsələn biz səni buna qəbul edə bilərik, amma sənin bacarığın bu deyil. Bundan daha yuxarısan. Əgər sənə başqa təklif varsa, yəni bir ay işləyib, bir aydan sonra yer dəyişmə eləyəcəksənsə, sənin də vaxt itkisi olmasın, bizə də vaxt itkisi olmasın. İndidən düşün daşın. Çünki niyə? Ünsiyyəti açıq quranda heç bir çətinlik olmur. Bəzən namizədlərdən narazı olan HR-lar olur, müsahibəyə gəlmir, düzgün təqdim edə bilmir. Yəni burada namizədin səbəbi HR axtarır. Qarşılıqlı səbəblər olmalıdır. Yəni heç nə bəzən bu belə deyim də şəxsi münasibətlərdə də olur. Bəzən deyirlər ki, günah ondaydı. Günah heç vaxt bir tərəfli olmur. İki tərəfli olur. Ola bilər birində 80-ın 20 olsun, 70-in 30 olsun, 50-nin 50 olsun, amma qarşılıqlı səbəblər var. Və qarşılıqlı uyğunlaşma olanda ortaya nə isə çıxartmaq olur.
Çünki tək şəkildə heç nə əldə etmək mümkün deyil. Bəzən müsahibədə düşürlər ki, HR məndən düşməndir, üzbəüz oturmuşuq. Bəzən deyirəm ki, yanımda otur. Yanmayan otur. Çünki niyə üzbəüz biz düşmən deyilik. Biz sadəcə olaraq əl-ələ verib bir iş ortaya çıxartmaq istəyirik. Və mən bilmək istəyirəm ki, əl-ələ verə bilsək, bizdə nəsə alınacaq yoxsa alınmayacaq. Bizim çətinliyimiz bundadır. Çünki niyə? Bu dəqiqəyə düşünürük ki, istənilən bir pozisiyaya qəbul etdiyimiz işçi bu gün bu pozisiyaya görə bilərik. Amma bunu biz 6 aydan sonra artıq başqa vəzifədə görmək istəyirik axı. Və yaxud 1 ildən sonra düşünürük ki, bu müəyyən yükü artıq üzərindən götürmüş olacaq və buna istiqamət verməyə ehtiyac olmayacaq. Artıq planları özü həll edəcək. Bayaqlar ünvanladığımız sualda bir dənə də qayıdım o suala. Bilmək istəyirəm səhvlərim nədədir. Səhvlərimin nədə olduğunu bilən namizədlər olur. O mənim çox xoşuma gəlir. Məsələn, müsahibəyə müraciət edir, özü deyir ki, mənim müsahibədə həyəcanlanmaq çətinliyim var. Deyirəm, bəs bunun çətinliyin qarşısını almaq üçün nə edirsiniz? Hansı yollara cəhd atırsınız? Hansı təlimlər alırsınız? Hansı kursa gedirsiniz? Hansı kitab oxuyursunuz? Görürəm ki, cavabı var buna. Xoşuma gəlir. Yəni çünki hər birimizin nəsə bir problemi var. Bəzi problemləri doğrudan da həll etmək mümkün deyil. Yəni namizədi qınamayın. Sən həyəcanlansan, niyə həyəcanlansan? Get özünü dəyiş. O nə bilim mən üzə bilmirəm, biri uça bilmir, biri qaça bilmir. Hər birimizin mən çox üzr istəyirəm deyəcəm bunu bir case olaraq mən çox həyəcanlanan biri idim müsahibələrə gedəndə, hətta nitqim tutulurdu. Bəhanə də gətirdim ki, yox pilləkənləri özüm qalxdı 5 mərtəbə 5-də. Ona görə bir təngə nəfəs olmuşam. Amma əslində çox həyəcanlı idim. Ondan sonra nə etdim mən? Təzə məzun olmuşdum. Dil ədəbiyyat müəllimi ixtisasını bitirmişəm. Amma çox dəxilsiz müsahibələrə gedirdim ki, həm inandırmanı, həm həyəcanı üstələyə bilim. Düşündüm, backend developer ixtisası üzrə müsahibəyə getmişdim və HR-ı elə inandırmışdım ki, artıq qrupa birinci məni əlavə eləmişdilər, amma təbii ki, bilmədiyim üçün davam ardına getmədim. Amma həm həyəcanımı üstələdim, həm də baxdım ki, məni inandıra bilirəm. Bəzi yollarla özümüzdəki çətinlikləri aradan qaldıra bilərik. Yəni bəzi hallarda həyəcanlanma da normaldır. Məsələn, namizədin belə deyim də, bu dəqiqə ən çox hamı estetikdir. O düşünürsən ki, bir dənə təbii namizəd tapa bildim mən. Doğrudan bəzən o aşırı makyaj və parfüm də məncə yaxşıdır. Mimikalar öldürür. Yay vaxtıdır. Bunu çox vurğulayacağam. Gecə makyajı ilə Vyetnamka. Yəni bunu heç cür qəbul eləyə bilmirəm. Yəni bu Vyetnamka əlbəttə bu əksəriyyətdə yəni oğlanlarda standartdır, ən azından bir şəkillə də kostyum standart ən azından bir qızlarda daha çox Vyetnamka, nə bilim basanoşkanın çox açığı və gecə makyaj mənə çox maraqlıdır. Səhər 11-də gələn müsahibəyə niyə gecə makyajı ilə gələsən? Abartılı gəlmək lazımdır məncə. HR niyə ona fikir verir məsələn? Fikir verməyə belə deyim, bəzi pozisiyalar var, həmin pozisiyalar üçün çox əhəmilidir. Birbaşa müştəri ilə işləyən pozisiyalar var və yaxud da ki, birbaşa rəqəmlərlə işləyən pozisiyalar var və bir də bizim fikir verdiyimiz sırf onun həyat tərzidir. Yəni namizədin bəzən həyat tərzində bilmək istəyirik. Bu korporativə uyğundur. Çünki o işdən sonra şəxsi həyatıdır. İstənilən işlə məşğul ola bilər. Amma iş vaxtında digər namizəd artıq ola bilər ondan bir balaca aşağı olsun, bir amma o qəbul olunacaq. Sizə bir dənə qəşəng sual verim də. Can alıcı bir sualdır. Mən şəxsən onu xoşlamıram, amma belə məcbur surətdə edirlər. CV-də şəkil lazımdır ya yox. İlk öz fikrimi deyim. Mən şəkilə qarşıyam. Şəkil mənim üçün lazımdır. Amma hara? Əgər görünüş tələb olunmayan yerlərə, vətəndaşla işləyirsə, xidmət sektorundadırsa, görünüş tələb olunmursa, görünüş lazım deyilsə, orada CV-yə şəkil niyə lazımdır? Amma bizim HR-a bəziləri yox, çoxusu istəyir bu şəkli. İlkin təəssüratı şəkildən istəyirlər almaq üçün. Bizdə bu daha çox tələb var. Sizcə bu doğrudur yoxsa səhvdir? CV-də ümumiyyətlə şəkil olmalı deyil. Kamraz. Amma mən öz şəklimi qoyuram. Çünki yaraşıqlıyım. Təbii ki, zarafat idi. Nəysə qoyuram. Bəzi vəzifələr var ki, onlar üçün namizədi görmək önəmlidir. Müştəri ilə bax bayaq vurğuladığımız pozisiyalardır. Məsələn, mühasibdirsə onun heç bir şəklə ehtiyacı yoxdur. Onsuz da arxa fonda işləyəcək. Yəni standart işlərdir və hətta belə deyərdim ki, artıq bizdə bu tendensiya yavaş-yavaş qüvvədən düşür. Və Z nəslinin gətirdiyi yeniliklərdən biri də budur. Artıq görünüşə önəm verilməməyə başlayıb. Yaş məhdudiyyətləri müəyyən qədər aradan götürülüb. Demək olar ki, bunlara önəm verilmir. CV-də şəkilsiz CV-ləri çox xoş deyirəm. Yəni mən həmişə də məsləhət görürəm. Həmişə də amma namizədlərin bəzilərinə deyirəm, mən istifadə eləyirəm. Yəni hər yerə CV göndərsəm bundan istifadə eləyəcəm. Özəl qurumlardan danışırıq təbii ki. Mən istifadə eləyirəm. Amma deyirəm siz istəsəz istifadə eləyə bilərsiniz, amma yenə də həmin qurumun, həmin korporativ iş mühitinə baxın. Bir də mən HR bilmək lazımdır. HR istəyir yoxsa istəmir? Normalda istəmirik. Bir də bəzi pozisiyalar var. Nə üçün? Məsələn, əgər tanınmış bir simasınızsa istifadə edə bilərsiniz.
Məsələn belə deyim də, sosial şəbəkələrlə bağlı marketinq departamenti isə həbisi onsuz da sizi hamı Instagramda görüb. Təbii ki. Şəkildən sizi görsələr razıyam. Şəkil tələb olunursa, o heç marketinq hissəsi, satış hissəsi, hansı vətəndaşa birbaşa ünsiyyəsi, su adresləri məsəl üçün. Bəli, bunlar onlara okey, onlar razı. Amma fakt elə bir çox şeylər var ki, vəzifələr ki, ora şəkil lazım deyil. Amma onu tələb edənlər var, məcbur tələb edir. Məcbur tələb eləyə bilməzlər əslində. Nə üçün? Çünki belə deyim, iş mühitini yaradan biz özümüzük, cəmiyyətik. Yəni bu günləri məsələn heç kim bir işdə gedib bəzi işlər var ki, məsələn görürsüz ki, bu işin müəyyən qədər çətinliyi var, müəyyən qədər təhlükəlidir, müəyyən işlərə artıq müraciət edənlər yoxdur. Bəzi işlər bazardan çıxıb gedir. Məsələn, əvvəl belə hamımızın gördüyü bir marketə girirdi. Nə qədər satıcı görürdük, bizə kömək eləməyə çalışırdı. Artıq mən özüm satıcı axtarıram ki, bir dənə zəhmət olmasa mənə kömək edin, mən filan şey tapa bilmirəm. Artıq yoxdular. Onlar işçi tapmaqda çətinlik çəkirlər. Bu bir reallıqdır. Çünki əmək bazarında maaş azdır onlar üçün və iş saatı onlar üçün daha çoxdur. Və davamlı işçi tapa bilmirlər. Çünki onlara hər kəs müəyyən bir pillə kimi baxır. Buradan başlayım, tələbəyəm, tramplindir, bəli, buradan keçim, buradan sonra başqa yerə addımlayacağam. Artıq işçi tapmaq onlar üçün çətinləşir. Bazarı formalaşdıran biz insanlarıq. Biz artıq bunu göldə heç birimiz eləməsək, digərlərdə burada da böyük yük bizim üzərimizə düşür. Yəni kim ki karyera planlaması ilə məşğuldur, kimsə kiməsə dəstək göstərir. Biz artıq bu tendensiyanı yaratsaq ki, qardaşım, bacım, xanım, dostum, bunu eləmə, digər artıq eləməyəcək. Yəni biz əlimizdən bir ay ərzində məsələn bir 10 nəfərə siz öyrədirsiniz, 10 nəfərə mən öyrədirəm, gələn ay 20-sini siz öyrətdiniz, 3-ünə mən məsləhət gördüm. Bu artıq yoxa çıxdı, getdi. Bəli. Bunun üçün də yəni biz çox çalışmalıyıq. Və bəzi sənədlərdə var ki, hətta mən onu da deyim, bəzi saytlar var, yəni bəzi saytları tərifləyirlər ki, oradan ATS-lə keçir filan, orada aşağıda şəkil hissəsi qeyd olunub. Yəni bunu sayta hamımızda professional peşəkar HR-lar və o saytdan imtina eləsək, müəyyən müddət o həmin sayta elan yerləşdirməsək, onun qazanclardan olacaq. O məcbur bizim dediyimizə uyğunlaşacaq. Təbii ki. Bazarı formalaşdıran bizik. Yəni biz nə qədər peşəkar olsaq, nə qədər bax belə komandalarımız olsa, bir yerə toplansaq, uzun söhbətlər eləyə bilsək, yenilik gətirəcək. Yəni kütlənin qarşısında demək olar ki, heç nə qala bilmir. Yəni hamı acizdir. Bəs niyə HR gözümüzə əcdaha görsənir? Niyə qorxulacaq sizcə? Bunu səbəbi hardan yarana bilər? Bəlkə də vaxtı ikən bir 15-20 il bundan qabaq haqsız yer çıxarılan bəlkə cəmiyyətdə olan insanlar olub, hansı ki onların da övladları indi hal-hazırda əmək bazarında çalışırlar və onların valideynlərinə və yaxud yaxın qohumlar, əqrəbalar isə uydu. HR gördüyün əcdaha. Bunun ardına bir şey deyəcəm, onu birləşdirib cavab verəcəm. Bir HR tapmışıq. Deməli, HR-a qarşı bir aqressiya da ona görə var ki, məni götürməyəcək, falan kəsi götürəcək, torpillidir. Bu da var. HR-ın üstündə belə bir məsuliyyət də var ki, şəffaf seçim. Birinci deyəcəyimi yadımdan çıxartdım. Məsələ nədən ibarətdir? Məsələ bəzən öz hüquqlarımızı bilmirik. Məsələn, kimsə müraciət edir, işdən azad olmaq istəyir. Deyirsən ki, hə, məsələn, müqaviləmizdə bu var. Bu müddət ərzində sən bizdə çalış ki, biz də sənin yerinə işçi tapaq və bunu əvvəlcədən də razılaşmışıq. Müqavilədə də bu qeyd olunub. O onu bir tələb kimi düşünmür. O düşünür ki, HR qoymadı işdən çıxım. O biri şirkətdə məni çağırmışdı. Mən qaldım işsiz. Yəni günahı sırf bir adamın üstünə atmaq insanı rahatlaşdırır. O necə ki bəzən olur deyirik ki, valideynim mənə pul ayırmadı, vaxtında gəlib oxuyardım. Özünü rahatlaşdırır. Amma halbuki bu dəqiqə həmin fürsət var. YouTube-da hər şeyi onlayn əldə edə bilərsən. Özün eləmirsən, özün maraqlısan ki, gedim dostumla çayxanada vaxt keçirdim. Sən ki, həyat qurğum pisdir. Ətrafım pis olar, qoymurlar mənə inkişaf edeyim. Bu məsələdir ən birinci olaraq. Günahı kiminsə üstünə atmaq və bir də departamentdə hər kəs HR-dan gəlib hər şeyi soruşmur. Ən böyük çətinlik bundadır. Məsələn, işi ilə bağlı nə isə çətinliyi var, gəlib maraqlansa, soruşsa, ona izah olunacaq. O onu maraqlanmır, soruşmur, sadəcə öz gümanında, öz zənnində, sosial şəbəkədə çıxıb nəsə bir post yazanda, onun sonundakı nə isə o bir posta rəy bildirəndə, o ona daha tez inanır. Bu da insan psixologiyası ilə bağlı olan bir şeydir. Bu dediyinizi də vurğulayır. Məsələn, məni götürməyəcək. Əgər o müsahibəyə məni götürməyəcək düşüncəsi ilə gediriksə, heç getməyin. Ehtiyac yoxdur. Əgər özünə güvənmirsənsə, niyə gedib vaxt itkisi yaşayırsan? Yəni güvənmək o demək deyil, mən o işi mükəmməl səviyyədə bilmirəm. Mən özümü təqdim edə bilmirəm. Ən böyük problem bundan ibarətdir. Bəzən məndən soruşurlar, namizəddən necə namizəd, yaxşı namizəddir. Özünü düzgün təqdim edən. Mənim axtardıqlarıma uyğun özünü təqdim eləsən, uğurum var. Amma yox, düşündüm ki, məsələn biz danışırıq A-dan sən B-dən danışırsan, qəti uyğunluq yoxdur, ortaq məxrəc tapa bilmiriksə, burada heç cür uyğunlaşma olmayacaq. Və götürülməmək də ölüm itim deyil. Yəni bunu bir real bir şey kimi qəbul etməliyik ki, yəni necə ki belə danışaq da, onda mən getdim ən bahalı bir mağazinə girdim, oradakı paltarı almadım, onda satıcı gəlib mənə əsir zat götürsünlər ki, sən niyə bu mağazinə girdin, bizim vaxtımızı aldın. Sizə bir söz deyim, bəzi korporativ mühitlərdə işçi məsələn hansı bir problemi görür, amma HR demək istəyir deyə bilmir. Niyə? Rəhbərin qorxusundan.
Bunlar üçün siz HR hansısa bir görəcək tədbir varmı? Korporativ mühitlərdə belə deyim, onsuz da mütəmadi olaraq sorğular keçirilir və bəzi sorğularda gizli Anonim. sorğular. Amma sizə həmin o anonim sorğuların nəticələrini səhər üçün həmin korporativ müdir rəhbəri, həmin HR desə, HR göndərir ki, bax siz falan kəs sizdən narazıdır, xəbərin olsun məsələsində. Anonim sorğularda onsuz da bizə maraqlı olan şirkətin inkişaf eləməyidir. Şəxslər artıq korporativ mühitdə o qədər önəmli deyillər. Çünki niyə? Belə bir məsələ var da, yəni siyasətdə də belə bir şey var ki, tutaq ki, hər hansı bir sistem qurulursa, məsələn bu dəqiqə hamı niyə deyir ABŞ güclüdür? Yazılmamış qanunda ABŞ-da hakimiyyətdə kimdirsə fərq eləmir, eyni sistemlə addımlayırlar. İki partiyada hər ikisi eyni sistemlə Eyni gəlirlər. sistemlə addımlayırlar. Bu dəqiqə korporativ mühitlər buna keçib çox yaxşıdır. Burada artıq asimin, rasimin heç bir əhəmiyyəti yoxdur. Bəli. Önəmli olan sistemdir, struktur qurulub və ora kim gəlsə həmin struktura uyğundur. Mən məsələn süni intellekti çox adam pisləyir, mən bunun tərəfdarıyam. Niyə? Rəqəmsallaşmadır, süni intellektdir. Burada artıq şəxslər konkret qüvvədən düşürlər. De silah kimin əlindədir, baxır kimin əlində. Yəni doğru istifadə olunur. Ya süni intellekt yaranıb lap yaxşı. Doğru istifadə etmək lazımdır. Biz əgər bundan pisliyə eləsə pis olacaq. Pis olacaq, Yaxşı olacaq, yaxşı edici yaxşı olacaq. Bir də korporativ mühitdə bu anonim sorğular, onsuz da hamısı yığılıb gəlib HR-a toplanır. Və anonim sorğularda kim olduğu bilinmir. Yəni hər kəs öz problemini bildirir. Orada problemi ümumi şəkildə də bildirsə, artıq bu problemlər 2 ay ərzində 3 nəfərdən və yaxud 5 nəfərdən təkrarlanırsa, bunu artıq oturub müzakirə edirik. Çünki bir nəfərin standart bir məsələyə baxış bucağı olsa, bu o qədər də diqqət çəkmir. Amma 3-5 adamda eyni problem varsa artıq bunu oturub müzakirə edirik ki, Sizdə HR-da qaldı, yəni heç kimə verilmir. Mütləq birinci HR-da qalmalıdır. Niyə? HR buna baxdı, dəqiqləşdirdi, sonra həmin departamentlə oturub danışırsan, dəqiqləşdirirsən ki, bizim bu çətinliyimiz var. Siz tərəfdəndir, işçi tərəfdəndir. Necə edib mühiti yaxşılaşdıra bilərik? Yəni standart yolu budur. Bəli. Amma görürsən ki, yox, artıq yenə öz aranda həll edə bilmirsən, məcbur artıq rəhbərliklə birbaşa danışırsınız ki, yəni artıq onda rəhbərdir, həmin departamentdir, HR departamentdir, bunlar hamısı bir yerdə oturub məsləhətləşirlər ki, nə edə bilərik, nə çətinliyimiz var. Və bu sorğular artıq demək olar ki, keçmişdə qalıb. İndi artıq çətinliklər bu dəqiqə hər kəsin əlində telefondur, sosial şəbəkədir. Hamı hər yerdən öz çətinliyinin narazılığını bildirir. Biz deyirik axı öz çalışdığın yeri pisləyə bilməzsən. Kimsə düşüb sosial şəbəkədə öz çalışdığı yeri pisləmək nə dərəcəlikdir? İş yerlərini pisləməyin belə deyim, bəzən tutarlı səbəblər olur, bəzən tutarsız səbəblər olur. Bəli. Tutarlı səbəblər nədən ibarətdir? Məsələn, mən müsahibələrdə görürəm, namizəddən soruşuram ki, məsələn, filan səbəb nə üçün işdən ayrıldıq? Səbəbini normal göstərir ki, bizdə iş rejimi bu idi, işdən sonra mənə bu deyilirdi, bunun əmək haqqı, zəhmət haqqı ödənilmirdi. Normaldır, adam pisləyir və haqqını deyir. Yəni qeyri-adi bir şey demir. Ya deyir ki, mən əlavə saat işləmişəmsə, ya bunun pulunu istəyirəm və yaxud da ki, bunu bir əlavə iş saatı kimi qeyd eləyin. Yəni qeyd eləmirsinizsə, mənim orada niyə vaxtım keçsin? Normal. Yəni bu artıq pisləməyin daxilində sayılmır. O pisləmək bəzən səbəbsiz narazılıqlardır. Səbəbsiz narazılıqlara çox da ciddiyə alınmır onun üçün. Və biz bunun qarşısını heç vaxt ala bilməyəcəyik. Yox, təbii ki. Həm hər yerdə narazılıqlar olacaq, bəli, və bütün HR-ların da peşəkar olmağını gözləmək də mümkün deyil. Çünki hər sahədə sizin bayaq dediyiniz kimi hər cür olacaq. Yəni məsələn, biri-birinin tanışıdır, gəlib həmin işə çıxacaq. Biri indi bir özünü müsahibədə yaxşı təqdim edəcək, amma reallıqda o deyil. Çox qəşəng maskalana bilir, aldandın, işə götürdün, oldu. Amma həmin insan maskalanıb işə qəbul olursa rahat şəkildə, mən şəxsən onun şəxsi dəyərləndirirəm, harda satış sahəsində. Həqiqətən də. Çünki bu insan bunu bacardı. Yəni bu insan sən məhsulu satmaq istəyirsən, həm məhsul keyfiyyətlidirsə və sənin də satış lazımsa, o maskalanıb HR aldadıb bir müddət ki, orada iş çalışan şəxsə, onun özünə məncə arada bir alqış düşür, buradan alqışlayıram. Yəni çünki biz bu insan onu bacarır, özünü sata bilib də. Biz nəticəyə baxaq da, belə nəticəyə yox, nəticəyə baxaq. Bu insan özünü sata bilib. Özünü istəyir aldadıb, istəyir aldatmır. Fərqi yoxdur. Bu insan özünü bunu bacarır. Bunu bacaran isə demək bu insanın bu qabiliyyətindən, bacarığından bunu soft kimi düşünüb, harasa istifadə edə bilər. Yaxşı niyyətlə istifadə edə bilər. Həm ona da məncə düzgün bir şey aşılayarıq ki, valla bəsdir. Bura kimi elədin? Mən sənə öyrədirəm ki, gəl bunu yaxşı bir şey eləyək də. Gəl məsələn bu bayrağı sataq da. Sən bunu bacarırsan. Gəl bu şöbədən keç bu şöbəyə məsəl üçün. Və həmin şəxsi mən düşünürəm ki, bir balaca satışa verib əmək haqqısı lazımsa qaldırmaqla ona bir stimul, motivasiya verib onu cəlb etmək olar. Siz nə düşünürsünüz? Baxır onun şirkətə verdiyi ziyana. Əgər şəxsi keyfiyyətlərinin daxilində bu maskalanmaqla yanaşı daha pis vərdişlər varsa, Sadəcə maskalanmaqda gəlir. Sadəcə maskalanmaqsa başqa departamentə verməmək də olar. Məsələn, təlim sektorunda ondan yararlanmaq olar elə insan resursları departamentində. Bəli. Çünki yeni gələn işçilərə motivasiya verməlidir, təlimləndirməlidir. Onun inandırıcılıq bacarığı daha yüksəkdir. Bəli, bəli. Bu bəzən iş mübahisələrində, münaqişələrində olur. Mən eşidirəm deyirəm ki, filan yerdə mənə iş demişdilər, mənə dedilər filan şey gətir, filan şey məni aldatdı.
Deyirəm bu tip adamlardan ümumiyyətlə uzaq dayanın. Çünki niyə o adamın düşüncəsində səni aldatmaq varsa, o professionaldır, aldadacaq. Hə, əlbəttə. Sən yəni çünki birinci dəfədir qurban rolundasan, o artıq dəfələrlə bu qurbanların üstündən keçib. 100%. Sənin deyəcəyin hər sözü səndən əvvəlcədən bilir. Təbii ki. Bu müsahibələrdə də belədir. Yəni artıq bir dəfə müsahibəyə keçmisənsə, artıq ikinci, üçüncü müsahibədə gələn sualları avtomatik gözləyirsən. Bəli, bəli. Bunun üçün də həmin maskalanmaq bacarığı həmin şirkətdə yaramasa da, o digər şirkətə çıxıb gedəndə artıq CV-sinə baxır, müsahibəyə avtomatik dəvət alır. Bu bəzən hamımızın yararlı yeridir. Baxırsan namizədə çağırırsan, görürsən ki, çox qəşəng vəzifə, çox qəşəng pozisiya, işləyib, təcrübə var, gəlir baxırsan görürsən ki, o işdən qəti xəbər yoxdur ki. Sorsan ki, bu özün-özünə düşünürsən ki, ayda bu orada nə edib, bunu ora necə götürüblər? Bəli, bəli. Bunu ora kim götürüb? Ya bu hallar onsuz da gəlir üzə çıxır. Və bu sosial şəbəkələrdə paylaşılanlara da, yəni belə deyim də, sadəcə bizdə bu düşüncə olaraq, insan olaraq necə ki o Tom Jerry'nin yanına baxanda hamımız Jerry'nin tərəfində idik. Bəli, Tom, amma mən Tom. böyüyəndə öyrəndik ki, əsasında tərəf tutmalı şəxs Tom imiş. Tom imiş. Bu da belədir. İnsan olaraq hamımızın düşüncəsində odur ki, kimsə hardasa, çünki niyə onun yerində özümüzü görürük. Kimsə Bəli. orada əziyyət çəkir, kimsə çətinliyi var. Hamı o zəif tərəfin yanında olmağa çalışır. Bəli. Bir tərəfdən yaxşı xasiyyətdir, amma real qiymətləndirmə deyil. Hı. Yəni real qiymətləndirmədə bir qarşı tərəfi də dinləmək lazımdır ki, ən azı bir ortaq məxrəcə gəlmək olsun ki, görün bunların hansında səhv var. Məsələn, bəzi hallarda sosial şəbəkələrdə ən çox bunu da görürük. Getdim, məni orada 5 dəqiqə gözlətdilər. Mən tez getmişdim, onlar məni Qəsdən gözlə bilərlər də bu. Bəli, bunu da deyəcəm. Yəni onsuz da bu dəqiqə şirkətlərin hər bir yerində kameradır, hər yerdə ən azından yanından keçəndə bəli məlumat gəlir. 5 dəqiqə gözlətməyinə sən bir şey itirmir. Əgər yox saatlarla gözlətməsə okey, bunu başa düşə bilərəm. Amma 5 dəqiqə müsahibənin gec başlamağı səni yoxlamaq da davranış tərzləri də ola bilər. Yəni bu hallarda mümkündür. Bir də namizədlər düşünür ki, hə mənə dedilər 9-da gəl, mən niyə indi 9-da getməliyəm? Və yaxud mənə dedilər ki, saat 12-də burada olmalısan. Mən niyə mütləq 12-də orada olmalıyam ki? Durum 1-in yarısı gedim. Burada çünki hər kəs üçün ayrı-ayrı vaxtlar ayrılır. Tamam. Və yaxud da ümumi bir iş sistemimiz var da. Gün ərzində mən bölüşdürürəm ki, mən də dayanmadan müsahibəyə girə bilmərəm axı. Çünki namizəd düşünür ki, müsahibəyə gedəndə niyə hazırlaşıram? Mən də müsahibəyə girəndə hazırlaşıram. Yəni standart bir işləri çıxıram, gündəlik istifadə etdiyim işlərsə bunun üçün müsahibəyə ehtiyac olmur. Amma bir çətin pozisiyada olan biri ilə müsahibəyə girəcəmsə mütləq hazırlaşıram. Çünki ən azından düşünürəm ki, burada mən nə suallar ünvanlaya bilərəm. Bir də bu iş mühitində, bazar mühitində HR-ların keyfiyyətinin yaxşılaşdırılmağı ilə bağlı mən həmişə bu sözü deyirəm. Bir çox işləri bir çox işçilərdən daha yaxşı bilirəm. Nə üçün? Çünki mən həmişə bir işə başlayanda, sırf bu işə də başlayanda nə axtarırdımsa, həmin pozisiyada o işçinin yanında heç olmasa çalışırdım ki, məsələn, kredit mütəxəssis axtarırıq. Bir saat dayanmadan onun yanında oturum. Onun gündəlik iş tərzini görüm. Bizdə HR-larda belə bir düşüncə var. Ən çox da bu təcrübəçilərdə, bu gənc mütəxəssislərdə yox, ora satışdır, mən ora getməyəcəm, mən HR-am, ofisdə oturmalıyam, kondisioner olmalıdır, notebook olmalıdır. Bu HR bu deyil. Yəni siz öz şəxsi rahatçılığınızı düşünüb bu işə gəlmək istəyirsinizsə, bu iş o iş deyil. HR siz demiş, yəni öz tabeliyində çalışan hər bir şəxsin iş şəraiti bilməlidir. Onun çətinliyi bilməlidir. Tanımalısan. Mən niyə kredit mütəxəssisinin yanında bir saat oturmaq istəyirəm? Adamın çətinliklərini bilmək istəyirəm. Müştəri buna təhqir elədi, nə reaksiya verdi? Sabahları mən müsahibədə görüm ki, bu müştəri, bu kadr bu pozisiyaya yarayır, yoxsa bu birinci təhqirdə durub çıxıb gedəcək? Ya bu bacarıqlarına üstə düşməlidir. Müsahibə keçirsən 20 nəfərin içindən bir nəfəri seçirsən. Amma bir tərəfdən də özü o həmin işçiyə qoymaq lazımdır ki, mən HR-am, gedib yoxla. Onun təhqir ilə özümü qoymalıyam onun yerinə ki, yaxşı mən olsa necə reaksiya verərdim. Bunların hamısını onun üçün mən düşünürəm. Onun üçün deyirəm ki, kredit mütəxəssisinin yanında bir saat oturmalısan. O qarşı tərəfdən pul istəyir. Oradakı namizəd də deyir ki, uşağım xəstəxanadadır, yoldaşım. Ya da birbaşa vermirəm. İşləyə bilmirəm. Hə, ya da deyir vermirəm. Get kimi istəyirsən de. Burada artıq kredit mütəxəssisinin reaksiyasını görürsən və növbəti kredit mütəxəssisi axtaranda düşünürsən ki, mən hansı bacarıqlara uyğun adam axtarmalıyam. Vərəqdə çox şey yazıla bilər. Məsələn, mən bəzən olur bir çox hallarda bunu görürəm. Yazıb ki, namizəd komandada işləmək bacarığım var. Bilirəm mən okey, yazmısınız komandada işləmək bacarığım var. Sabahları komandada ayrı seçkili yarandı. Kimin tərəfindəsiniz? Buyurun cavablayın. Yazıb CV-də analiz bacarığım var. Ədalətin. Ədalət kimdir? Ədalət tapsan. Bir də namizəd onu qəşəng cavablamışdı. Deyir müdirə yaxın kim varsa, qohumlarından kim varsa. O tərəfində ya. Sosial şəbəkədə mən yazmışdılar. Hə. Məsələn, ən çox namizədə qeyd edir, analiz bacarığım var. Deyirəm okey. Analiz bacarığın, deyirəm bax. Nə analiz edirsən? Hə, heç nə soruşmuram. Sadəcə bax sənin CV-ndə mən ən çox xoşladığım xasiyyətim odur. CV-də nə yazıbsa onları soruşuram. Yazıb bir analiz bacarığım var. Ona görə hər bizə xahişim, CV-nizə nə yazsanız, hamısı real olsun. Real olsun ki, sual verəndə ona uyğun sizin кейsləriniz olsun. Keçmiş iş yerinizdən və yaxud çalışdığınız кейsə fərqi yoxdur. Bir də CV-lərlə də bağlı onu da deyim yadımda olmuşkən, CV-lərin yazılma tərzi artıq dəyişilməlidir. Çünki bu keçmiş dövrdəydi. Filan şirkətdə siz hansı tövsiyə edirsiniz?
Mən nəyi tövsiyə edirəm? Filan şirkətdə məsələn, filan şirkətdə filan işi gördüm və nə nəticəni aldım. Mənə bu artıq maraqlıdır. Çünki Problem və həlli. Problem və həll. İnkişafa meyillidir, meyilli deyil. Yəni bu CV daha maraqlıdır. Nəinki mən filan şirkətdə işləyib vaxt keçir. Peki istək məktubunu elə CV-nin yanında göndərsə də daha gücləndirmə Onu olar. sonra səhər üçün HR vaxt tapa bilir oxumağa. Bax onu mən də İstək qeyd məncə bu edəcəm. yaxşı bir şeydir, amma Hı -hı. məncə o CV-dən bir müddət sonra göndərsə daha yaxşıdır. Bir də mən sizə onda vurğulayıram. Bir də namizədlərdən artıq dərəcədə xahiş eləyərdim. Uyğun olmayan işlərə CV göndərməsinlər. Bu ən böyük qlobal Mən problemlərdir. bunu hər kəsdən xahiş edirəm. Çünki Kəlim niyə? keçim hər kəsdən xahiş edirəm. Uyğun deyilsə göndərməyin. Göndərmə. Öz vaxtı gedir ən birinci olaraq və bu onsuz da ATS-dən yoxlanılır. Həvəsdən düşür. Yo, ondan da əvvəl qayıtdıq dediyi şey, hayır, CV Həvəs. göndərəm cavab gəlmir. Həvəsdən Gəlməyəcək. düşür, gəlməyəcək. Gəlməyəcək cavab. Onu sizə cavab vermir çünki sizin uyğunluğunuz vakansiyaya uyğun deyil. Sizin dəyərləriniz oraya da yaxud da o deyil, vakansiyaya deyil. uyğun deyil. Mən sizə bir dənə sual verim. Mən bir gəncəm tutaq ki. Gəncəm düzdür? Gəncsən. Gəncəm. Amma mən daha gəncəm. Bir 10 il bundan qabaqçı bir gəncəm şəkiləm. HR olmaq istəyirəm. Hardan başlamalıyam? Mən universitetdə oxuram, amma fərqli bir ixtisasda. Məsəl üçün oxuram tərcüməçilikdə məsəl üçün. Mən amma fikirləşirəm tərcüməçi olmaq istəmirəm. Onlar mən əvvəldən gəlim. Aha. Ən birinci olaraq bax keçən dəfə mənə biri müraciət eləmişdi. Övladı 9-da 10-da oxuyurdu, 2 dənə uşağı var. Deyir, onları uşaqlarımızı sizlə görüşdürək. Dedim, siz də qatılın, ümumilikdə oturaq danışaq. Çünki yaşları azdır. Bir Bəli. ortaq məxrəcə gəlməliyik. Deyir, çox ağıllı düşüncəsi var valideynin. Deyir, bu dəqiqə bazarda bilirəm nəyə ehtiyac var. Deyir, amma mənim uşaqlarım 4 il universitet oxuyacaq, 2 il məktəb oxuyacaq, 6 il. 6 ildən sonra bu ixtisasa ehtiyac olmayacaq. Mən deyir, bu dəqiqə ehtiyac olan yox, gələcəkdə ehtiyac ola biləcək bir iş axtarıram. Çox Çox ağıllı uzaq valideyndir. görən. Çox ağıllı Bizdə valideyndir. valideynlər nə edir? Uşaq 9-10-da oxudu, o bizim dövr deyil, artıq o dövr keçdi. 10-da Bəli. oxudu, hə, vəsə, göndər İradə müəllimənin yanına hazırlığa, o 700 bal yığır İradə müəllimənin yanına gedənlər. İradə mənim sizin şeyimiz yoxdur. Prosta iradedik. Mənim fikir rəhbərim Prosta oldu. prosta İradə müəllimə hə, yaxşı hazırlayır ya da filan kəs hə, mənim sinif yoldaşım da onun yanına getdi, qardaşım o yaxşı bal yığdı, mən də onun yanına gedirəm. Artıq bu düşüncə itib batıb ortada. Bəli. Yaxşı bal yığmaq, yəni sənin gələcəkdə yaxşı iş tapmağını sığorta O eləmir. qədər az bal yığan şəxslər var ki, hal-hazırda onların softları olsun, hardları olsun, fərqi yoxdur. Çox yaxşı şeylər, Nədir? çox Çünki həssas diplom yaşlar. hər şey deyil, yəni. Diplom hər şey Bacarıqlar dövrüdür. Bacarıqlar dövrüdür və dövr dəyişilir. Məsələn, uşağı artıq 10-da oxuyur, 9-da oxuyur, bilmək istəyir ki, hansı ixtisasa getsin və ona uyğun bir ixtisas seçsin. Bəli. Artıq həyata burdan başlamaq lazımdır. Mən başqa ixtisasdayam, başqa ixtisasa gəlim, bu artıq siz nə deməkdir? Bu artıq mənfi birdən başlamaq deməkdir. Bir pillə geridəsən. Çünki insan resurslarını oxumursan, insan resurslarına gəlmək istəyirsənsə, hər şeyi bilməli olacaqsan. Davranış qaydalarını, ünsiyyət qaydalarını, psixologiyanı bilməli olacaqsan. Ondan əlavə fəlsəfədən xəbərin olmalıdır, namizədlə danışıq bacarığın olmalıdır, riyazi Hardan biliklərin, başlasınlar analitikən bəs? olmalıdır. Başlamağın ən rahat yolu Amma fərqli ixtisasdır, insan resursu. fərqli ixtisasda o sahədə oxumayıbsa ən birinci olaraq düşünməlisən ki, HR kimdir? Bunu tapmalısan. Mən nə Tamam. üçün bu sahədə olmaq Hardan istəyirəm? araşdırma etsin? Araşdırma üçün ümumi bir bazara baxmaq lazımdır və bir də yarmarkalarda, sərgilərdə çox iştirak etmək lazımdır. Müxtəlif şirkətlər. Müxtəlif şirkətlər, bəli, Bazarı qatılmaq tanımaq lazımdır. Bəli, bir də şirkətlərin ümumi yarmarkaları olur. O yarmarkalarda da iştirak etmək Aha, lazımdır. yəni belə korporativ tədbirlər hər birində olmalıdır. Hər birində. Sosial. Çünki nə üçün? Qoy onu da izah edeyim. Orda artıq görürsən ki, bunlardan mən nə öyrənə bilərəm. Məsələn, Bəli. mənim belə deyim də ixtisasım sırf insan resursları sahəsində deyil. Mənim ixtisasım pedaqogikadır, riyaziyyat və informatikadır. Məsələn, məndən də müsahibələrdə soruşur ki, siz bunu bitirməmisiniz? Deyirəm, okey, mən riyaziyyatı bitirmişəm. Rəqəmlər də heç vaxt yalan danışmır. Tunusda indi rəqəmsallaşmaya doğru gedirik. Bəli. Mənim ixtisasım var və mən pedaqogika keçmişəm. Mən tam sizə uyğunam. Davam Təqdimat bacarığı. Aysa mən bunu deməyib sakitcə desəm ki, nə oldu da qismət idi. istəmişdim. Hə, orada müəllimsin nə deyəcəklər? Deyəcəklər, hə, oldu xəbər eləyər, əlaqə yaradarıq sizlə. Dedilər yaxşı pullu işdir. Ay sağ olun. Hə, bu HR-da bu dəqiqə olmaq istəyənlərin bayaq mən izah elədiyim kimi də ancaq ofisdə Maddiyyat oturum, çox kondisionerdə qaçırlar. oldum. HR-da maddiyyat yoxdur. Ya bunlar real deyil ya. Belə düşünürlər. Yox, deyirlər ki, Yoxdur. falan kəsin oğlu, falan kəsin qızı advokatdır. HR çalışır. Bu HR işləməyin sadəcə bir dənə üstünlüyü var. Sadəcə elçi Adı. gedəndə yarıyır. Hə. Bir də elçi gedəndə yarıyır. Hə, yarıyır. Bir də o ən bezdirici işlərdən biri də hətta belə deyərdim, dost tanış arasında necə? Məsələn, dostun tanışın. Bir də filan yerdə filan kəs tanımırsan. Və yaxud da Lap sizdə iş tanıyır, var. neyləsin? ya, Hay gör sizdə iş var. Lap tanıyıram. Mən o müraciət edəcək namizədə tanımıram. Necə durum olacaq kiməsə xahiş edə bilərəm Tam bu razıyam. məsələlər. Bir də bu ən çox da cəmiyyətdə görülənlər bir dəqiqə ən çox ofis mühiti olsun. Ofis mühitində iş çoxdur. Bir də bu dost tanışınla müraciət elədiyi, nə bilim, kiminsə qohum, əlaqə, orada yazı pozu işi var. Nəyi yazacaqsan, nəyi pozacaqsan, bu dövr keçib artıq. Yəni standart Yox, olaraq bu dəqiqə müraciət işə edirəm gəl, mən. iş axtarırlar. Deyirəm, nə iş axtarırsan? Yüngül iş. Yüngül iş. Yüngül iş nədir sizin üçün? Ya bir gəliş nə olsa axtarıram.
nədir o, nə olsa nədir? Yaxşı, yazı pozu işi. Nə yazıb, nə pozatsan da. Yəni bu dəqiqə elektronlaşma doğru gedirik və bu dəqiqə süni intellektə görə bir çox şəxsin iş həyatı təhlükədə də onsuz. Yazı pozu qalmıyor axı. Artıq biz yazı qabiliyyətimizi itiririk. Yəni müsahibəni keçirirsən, mütəmadi gözünün qabağında notebookdur. Yəni birbaşa məlumatı alıb ora qeyd edirsən. Bəli. Yəni artıq əmək müqaviləsi əvvəl əlbəl qol çəkilirdi, indi artıq hamısı sima üzərindən. Doğrudan da artıq qələm, ruska və həqiqətən yazı qabiliyyətimizi itiririk. Yəni korporativ mühitdə lazım deyil artıq. Bu gün sabah bir gün eşidəcək ki, məktəbdə artıq yazı keçmirlər, sadəcə notebookda məsələn başlayırlar hansısa proqramları öyrənməyə. Çünki onu mən kağız CV-də yığıb sonradan bir də bura yığmağım vaxt itkisidir. Elə hazır gözümün qabağında qeyd edirəm və bu məlumatı mən 1 ildən də sonra axtarıb tapa bilirəm. Yəni bu hallar dəfələrlə olur. Bəzi namizədlər düşünür ki, mənə dedi xəbər eləyəcəm, xəbər eləmədi. Ola bilər həmin müsahibədən mənfi xəbər gəlir, amma başqa pozisiya üçün dəyərləndirirsiniz. Yəni müsahibənin gedişatında da görsən ki, bu mənim sadəcə özünü düzgün aparmaq. Düzgün aparmaq, bir də o bayaqki sualınız da yarımçıq qaldı, onu da cavablayım. HR olmaq istəyirəmsə nə etməliyəm? Korporativ mühitləri öyrənməlisən, bu ən birincisidir. Bəli. Bir də iş tapmağın 2 dənə yolu var. Bu texnologiya nə qədər də dəyişsə, dünya hansı səviyyədə gəlir çıxsın, bir həmin ixtisasa yiyələnməlisən. Yəni bu kursdur, təlimdir, sertifikatdır, könüllülük proqramlarıdır. Bir də kimisə yanında qalıb öyrənmək var. Bu uşaq vaxtı biz necə idi? Bizi aparırlar yay tətilində qoyurlar ki, hə get nə bilim əmin adası işləyir, hə aysa. Onun yanında bir ay qal, onun yanında bir 2 ay qal. O vaxt mənə bir çətinlik kimi gəlirdi, amma indi düşünürəm ki, mənim bir insan kimi formalaşmağımda həmin biliklər çox kömək olub. Çünki mən uşaq vaxtından pulun idarə edilməyini öyrənmişəm. Ən azından səhər bu məktəbə durub getmək məcburiyyət fərqli deyil, işə durub getmək başqadır. Orada düşünürsən ki, mən səhər artıq durub yuxudan da ayda mən yenə durub işə gedirəm. Mən yaxşı şu an işdə nə işi var. Amma indi görürsən ki, o çətinliklər, həmin zülmlər mənim artıq yaxşı bir şey tapanda bunun qədrini bilməyimə gətirib çıxardır. Məsələn, mən bunu bir çox namizədlərdən də eşidirəm, deyir, kaş oradan çıxmazdım filan şirkətdə. Sözümü dedim belə oldu. Sözünü dedikdə yəni real bir söz deyil. Hayır, əsaslanan bir fikir deyil. Sadəcə şəxsi mənafeyini müdafiə etmək üçündür. Və yaxud da hansısa pozisiyaya kimisə vəzifə artımı olacaq, digərini qaldırıblar, bunu qaldırmayıblar. Deyim mən sözümü dedim, çıxdım. Qırğın olacaq. Ay saniyə. Düzgün deyil. O düzgün deyil. Səhərsiz bu HR siz başqa bir müraciət edəndə yeni bir şirkətin rəhbəri HR-ı, köhnə çalışıcı HR tanıyırsa belə deyək, ondan yazıb soruşur. Yadımdan çıxmamış bunu da deyim. HR olmaq istəyənlərə bir də fərqi yoxdur. Bütün gənclərə bunu məsləhət görürəm. Kim olmaq istəyirsiniz olun, fərq eləmir. Həmin sahənin adamlarını sosial şəbəkədə izləyin. Demirəm, bax mən bu dəqiqə şəbəkələşin mütləq. Heç passivsiz, heç bir şey eləyə bilmirsiniz. Ən azı həmin adamı izləyin. Çünki o gün ərzində, ay ərzində bir dəfə də nəsə paylaşsa, bu sizə çox xeyir eləyəcək. Yəni hansısa müsahibədə siz onun fikrini bildirsəz, ən azından düşünəcəklər ki, bu adamın bu sahədən xəbəri var. Məsələn, mən bəzən olur görürəm, ən çox bunu ətrafımda da görürəm. Hamı müğənniləri izləyir. Müğənni sənə heç nə qazandırmayacaq. Yəni sən marketinqsə marketinq mənim biz yaralı yerimdir. Yəni bu cəmiyyətimizdə tək biz deyilik. Yəni bizim kimi faydalı podkast çəkənlər də var. Çoxdur. Faydalı məlumatlar paylaşanlar da var. Mən sizə LinkedIn-də tanımışam, LinkedIn-ə dəvət etmişəm. Yəni niyə axı bizə faydalı olan insanları izləmək dura-dura bizim iş qabiliyyətimizi artıran insanları dinləmək dura-dura, yaxşı maaş ala biləcək məlumatları və belə deyim, təəssüratda yazan insanlar dura-dura, özümüzü inkişaf etmək dura-dura biz gedirik, yalnız bayağı olan şeyləri izləyirik. Bayağı azdır. Yəni intellektual bu günləri məsələn baxıram, nə tək biz yox, digər podkastlar, maarifləndirici paylaşılan bir videoya baxış gəlir məsələn 500 nəfər, 600 nəfər. Kimsə nə bilim binadan özünü yalandan atır yerə. Hə, ona gəlir 10.000, 1 milyon. Niyə axı? Səbəb nədir? Axı biz burada bu günlər Asim müəllimi sənə görə dəvət etmişəm. Mən Asim müəllimi tanımıram. Bu gün Asim müəllim gəlməyin ən böyük səbəbi sənsən. Yəni sənə görə dəvət etmişəm Asim müəllimi ki, Asim müəllim gəl bizə HR-ın mühitini, iş prinsipini danış və necə keyfiyyətdə HR olmaq olar onu danış. Çünki mən istəyirəm ki, bu gün təlimdə mənə bu günləri 5 nəfər deyirsə ki, yaxşı HR yoxdur, maksimum o azalsın. Yaxşı HR var. Mən bunu göstərməyə çalışıram deyə Asim müəllimi dəvət etmişəm. Biz də amma nə edirik? Bayağı şeyləri daha çox qulaq asırıq, daha çox baxırıq, daha çox baxışırıq. Amma bizə fayda verməksə tək bu nə? Buna baxmayın. Tamam. Bizə baxmayın. Başqa bizə baxma, başqasına bax. Marketinqə bax. O qədər adamlar var ki, onlara baxın. Yəni mən yalnız demirəm bizə baxın. Amma sadəcə sizi maarifləndirmək istəyən insanlar var bu həyatda və biz çalışmalıyıq ki, bunlardan istifadə edək. Yəni hətta biz ona görə komandanın adını, podkast səhifəsinin adını sizdən biri qoyduq ki, həqiqətən də özümüzü
o şəxsin yerinə qoyaq. Həm də özümüz də onun kimi suallarını verək, nə lazım olduğunu tapaq, maarifləndirməyə dəstək olaq. Yəni gənc olaraq sosial məsuliyyətimizi başa düşürük. İstəyirik ki, kütləmiz, bizdən sonrakı nəsillər daha maarifli olsun, daha intellektual olsun. O əjdahadan bizdə də olsun. Yəni mən Olsun. istəyirəm ki, bizim təəssüf ki 30 ildən çox bizim çətin vəziyyətimiz oldu. Qarabağımız işğal altında təəssüf ki, SSR dağılmışdı, yeni azad olmuşduq, nəfəs alır, mühit yox idi, rejim çətinlik idi, hər şey çətinlik idi. Amma bu günləri şükür Allaha dövlətimiz bizim üçün hər şey edir. Cəmiyyət biz indi 90-cı illərdən aldı olmuşuq. Bəli, bu dəqiqə işçiyə çox da qiymət verilir, insana qiymət verilir. Bizim vaxtımızda olan çətinliklər indiki dövrdə yoxdur. Və mən istəyirəm ki, yenə bir Azərbaycan cəmiyyətindən necə bir Cəlil Məmmədquluzadə çıxıbsa, yenə biz o Cəlil Məmmədquluzadənin yaranması üçün zəmin yaradaq. Hüseyn Cavid kimi şəxslərin yaranmağına zəmin yaradaq. Bizim məqsədimiz ondan ibarətdir. Biz çünki bu xalqdan çıxartmışıq bunları. Sözünüzü bir də kəsəcəm. Bizdən böyük çətinliklər bilirsiniz nədir? Mən bəzən sosial şəbəkələrdə videolar paylaşıram, podkastlarda ayrıca yayımlayıram. Məndən qabaq bunu eləyən dəfələrlə olub. Hamısı bilirsiniz nədir? Hamısı müəyyən yerdən sonra təslim olublar. Yox, mənim təslim olma fikrim yoxdur. Yoxdur bizdə. Yəni bir nəfər belə baxsa, buradan qeyd edirəm, o bir nəfər kim olursa olsun, o davam olacaq. Onu mən sözünü sizə canlı yayımdan verirəm. Canlı deyil, amma belə Mənim verirsiniz. Slavyan Universitetindən bir müəllim vardı, Mehri xanım deyir, mən zala daxil olanda görürdüm ki, orada məni bir cüt göz görür. Bir nəfər dinləyirsə, mən orada bütün bildiklərimi qoyuram. Yəni Bəli. ən əsas odur ki, o bir nəfər belə olsa fayda qazanır. Bəli, o bir nəfər belə olsa, biz bu podkast inşallah davam edəcək. Davamlı olacaq Allahın köməyi ilə. Asim müəllim, çox sağ olun ki, gəldiniz. Əziyyət verdik sizə. Belə komanda ilə işləmək maraqlıdır. Var olasınız. İnşallah layihələrimiz gələcəkdə yeni olar və inşallah da olacaq da. Olacaq. Çox gözəl layihələrlə gələcəyik. Hazır olun, bizi gözləyin. Təşəkkür edirəm. Bir də Çox sağ sonda olun. onu demək istəyərdim. Bəli. Kim ki HR olmaq istəyirsə, ən birinci dürüstlük. Sizdə varsa bu sahəyə gəlin. Yoxdursa, yəni özünüzü aldatmayın. Çünki bu sonradan formalaşan bir şey deyil. Ən birinci siz düşünməlisiniz ki, mən kiməsə fayda verə bilirəmsə bu pozisiyadayam, yoxsa sadəcə olaraq bunu bir iş xatirinə görürəm. Çünki bu iş xatirinə görüləcək iş deyil və gəlir baxımından da o qədər də çox gəlirli olmayacaqsınız. Amma yox, insana dəyər verən birisinizsə, buna qoşulun, davam eləyin, komandanı irəli aparın. Onda sizin dəyəriniz də bilinəcək və özünüzü xoşbəxt hiss edəcəksiniz. Şükür Allaha ki, bugünkü dövrdə yenilirəm, cəmiyyətimiz də 20 il bundan qabaqçından çox irəlidədir və şükür Allaha ki, torpaqlarımız azad olunub və dövlətimiz həqiqətən gənclərin inkişafı üçün çox böyük tədbirlər görür, işlər görür. Məsləhət görürük ki, bu tədbirlər hər birində könüllü də olsa iştirak edin, maariflənin. Bir daha sağ olun. Sağ olun. Gələn görüşlərə Gələn dək görüşlərə. izləmədə qalın.